Artıq döşəmə və yan divarlar hissəsində gücləndirmə işləri tam olaraq başa çatdırılıb və ilk 2 mərhələ üzrə, yəni tunellərin təxminən 130 metrdən artığında artıq gücləndirmə ilə əlavə divarların qurulması işləri də başa çatdırılıb. Həmin hissədə orta 2 divarın inşası işləri də başa çatdırılıb və nəhayət sonuncu mərhələ üzrə işlərin tamamlanması üçün hazırlıq tədbirləri bitdikdən sonra divarların möhkəmləndirilməsi və bəzi hissələrin yenidən qurulmasına başlanılacaq. Tavan hissə xüsusi əhəmiyyət kəsb edir. Bəzən bu haqda da ictimaiyyət arasında bəzi yanlış fikirlər olur ki, yerin üstündə olan səthi çökmələrin hər birisi metropolitenə görə olur. Lakin bu belə deyil. Amma bundan əlavə olaraq onu xüsusi qeyd edim ki, tavan hissədə də gücləndirmə işləri əsasən başa çatmaq üzrədir və bundan əlavə olaraq xüsusi müasir inşaat materialı olan karbon lifli izolyasiya qatı ilə təmin olunacaq. Bu isə həm tavanın dayanıqlığını, həm də kənar təsirlərin azaldılmasını təmin edəcək. Son mərhələ olaraq infrastrukturun qurulması işlərinə başlanmalıdır. Lakin bu işlərə də bir qisminə başlanılıb. Artıq su axarların təmin olunması üzərində işlər aparılır hal-hazırda. Aprel ayından başlayaraq hal-hazırda olduğumuz hissədən başlamaqla yol infrastrukturunun qurulması aparılacaq.